Xanımlar və bəylər, hər vaxtınız xeyirli olsun, günümüz uğurlu keçsin inşallah. Allah hər kəsə belə gözəl mini villa qismət eləsin. Bu gün çəkilişdə mini villamız var, xanımlar və bəylər. 4 otaq, avtobus dayanacağına 150-200 metr piyada məsafə, 7 nömrə məktəbə yaxın bir ərazidə. Geniş belə həyəti var. Bir dənə xahiş edirəm, həyət hissəsini göstər. Asfaltlı, darvazalı, qarajlı hətta deyərəm. Mini villa. Bir dənə qarajına baxın, rahat 2 maşın, 3 maşın qarajına daxil olur. Geniş belə qaraj var. Beton manetlə iş olub, qoşadaşla tikilib, xanımlar və bəylər. Burada bir dənə ayaq yolu düzəldmək olar, sanitar qoşağı. Bir dənə də oranı göstər. Yəni ərazi olaraq yekə bir ərazidir. Hər kəsə Allah belə gözəl ev qismət eləsin, xanımlar və bəylər. Bir dənə keçək evin içərisi ilə tanış olaq. Bax belə kürsülü, gözəl həyət evimiz, mini villa evimiz. Bir dənə fasad görünüşünü göstər, zəhmət olmasa. 3, 4, 5, 6, 7, 8, 9, 10 daş kürsülü, xanımlar və bəylər. Baxın, belə dəhliz hissəsi var, geniş, səliqəli, super mənzili, təmiri ideal. Evi daxilində burada yerləşir mətbəx. Mətbəxin də genişinə baxın. Bir dənə yataq otağı boydadır. Öz pəncərəsi öz həyətinə doğru baxır. Qoşadaşla tikilib, xanımlar və bəylər. Burada yerləşir bir yataq otağı. Pəncərələrin qarşısı açıqdır. Heç bir ev, heç bir bina kəsmir. Nəzərsiz satdım. Burada yerləşir digər yataq otağı. Sistemi kombidir, kürsülüdür. Burada yerləşir bizim sanitar qoşağımız, xanımlar və bəylər. Burada da yerləşir uşaq yataq otağı. Ev fərah evdir, işıqlı evdir. Gəlin sizi bir dənə dəhliz hissəsini oradan göstər. Görün burada dəhliz hissəsi var. Keçək əsas qonaq otağına. Qonaq otağı belə deyənəm, saray. Görün necə geniş səliqəli saraydır. Pəncərəsi öz həyətinə doğru baxır. Xanımlar və bəylər, gözəl, möhtəşəm ev, mini villa, qiyməti 92.000 manatdır. Bu son deyil, real alıcı olsun, təbii ki, endirim olunacaqdır. Xırdalan şəhərində yerləşir 596 avtobusuna dayanacağına. 200 metr piyadanın məsafə, qoşadaşla beton manat deyişi olub. Hər kəs Allah Teala belə gözəl ev qismət eləsin, səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.